Ata və ana ilə münasibətiniz necədir? Yaxşıdır. Tam ailədə böyümüsünüz? Bəli. Tamam. Hər ikisi də sağdır, hər şey qaydasında. Çünki adətən bu vacib olur. Boşanmış ailələrdən olan oğlanlar öz atalarını nəsə sübut etmək üçün bir xeyli özünü yükləyirlər. Ona görə bu sualı verirəm. İzləyicilər üçün də maraqlı ola bilər. Niyə görə də sən soruşursan bunu? Biznesiniz neçə il fəaliyyət göstərir və niyə bu bizneslə qoşulmusunuz? Əvvəla belə deyim, yolumuz 2000-ci illərin əvvəllərindən başlayıb. Yəni ata şirkətidir, belə deyim. Mən hələ o vaxt uşaq idim. İndiyə kimi yadıma gəlir. 3-4 yaşım olar deyə belə xəyal-məyal xatırlayıram. Ətir anlayışı Azərbaycanda, ümumiyyətlə bazarda siz özünüz o dövrləri görmüsünüz. Yəni demək olar ki, sıfır idi. Biz o vaxtda çörək üçün növbələrdə dururduq da, ətir ən sonuncu alacağımız bir şeydir. Belə deyim, o vaxt əldən... Gördünüz də məni necə qocaltdı da burada, çox sağ olun. Əstəğfurullah, məndən cavan görürsünüz.